Əziz dostlar, hörmətli qonaqlar və cəsur döyüşçülər, bugün biz bura Azərbaycanın milli qəhrəmanı Mayor Əliyar Yusufoğlu'nun xatirəsini əbədiləşdirmək üçün uzadılmış abidənin açılışına toplaşmışıq. İcazə verin, cəsur komandirimizin və döyüş əməliyyatları zamanı şəhid olmuş digər yoldaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah Allah'a rəhmət eləsin. Noyabrın 12-sində Qubadlıda Azərbaycanın milli qəhrəmanı, cəsur sərkərdəmiz Əliyar Əliyevin abidəsinin açılışı oldu. El qəhrəmanının görüşünə xeyli adam toplaşmışdı. Abidə Qubadlının mərkəzi meydanlarından birində uca dağların ağuşunda ucaldılıb. Çiçək düzümü abidə ilə görüşə körpü salır. Cəbhə yoldaşları abidənin üstündəki örtüyü açırlar. Qubadlı torpağı yenidən Əliyarın təbəssümünə boyanır. El qəhrəmanı mərasimə toplaşanları salamlayır. Atasının əzəmətinə heyranlıqla boylanan balaca Emin Azərbaycanın dövlət bayrağını qaldırır. El ağbirçəkləri irəli çıxırlar. Nə vaxtdan bəri qara örpükdən ayrıla bilməyən analar, siz nə qədər müqəddəssiniz. Ömrümüzü, günümüzü nəmləndirən göz yaşlarını ara verin. Ağlamayın bu dəfə. Əliyar ölümü ilə əbədilik qazanıb. İgidlərimizin sayıqlığını artırmaq üçün heykəlləşib, yaşayır bizimlə. Növbə Əliyarın cəbhədaşlarına çatır. Döyüşçülər nizami addımla abidənin önünə yaxınlaşıb təzim edirlər. Əliyarın abidəsi əskərlərin ant yeri kimi müqəddəsləşir. Batalyonun komandiri Sadiq Paşa'ya ve yoldaşa veririm. Biz bu günləri buraya yığışmağımızı bu cür heç vaxt arzulamamışdıq. Amma yəqin bu da taleyin hökmü imiş. Ona görə mən nə qədər görmüşük, nə qədər eşitmişik, heç vaxt qəhrəmanlar qələbəni görməyiblər. Yəqin ki, mənim ustadımın, həm qardaşım, ona da bu qismətimiş yəqin ki. Bu batalyon kimi yaşasın. İndiyə qədər onun qaldığı adı kimi bütün Respublika miqyasında qoy bu batalyon Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev adlı batalyon kimi yaşasın. Abidənin açılışı mərasiminə toplaşanlar çoxdur. Onların arasında Dilarə Əliyev adına
Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Komitəsinin üzvü Professor Mahirə xanım Şahmuradova da var. O da öz ürək sözlərini bildirir. Qubadlı bölgəsi üzrə qoşun bölməsinin komandanı Rasim bəy çıxış edir. Sonra söz Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsinə verilir. Hələ 3-4 il bundan qabaq Əliyar Bakı, Sumqayıt yollarını gündən-günə ölçürdü. Ovuc-ovuc patron toplayırdı. Su yol eləmişdi Əliyar, Qubadlı Sumqayıt yolunu. Bu torpaq bizə ona görə əzizdir ki, bu torpaqda igidlər yatıb, igid şəhidlərimiz yatıb. Qaçaq Nəbin ruhudur bugün bizi bu torpağa bağlayan. Və Əliyarın ruhu olacaq bizi bu torpağa əbədi bağlayan. Bugün biz bədminlikdən uzaq olmalıyıq. Bədminlik bizə yaraşmaz, göz yaşları bizə yaraşmaz. Əliyarın anası bugün başını o dağlar kimi məğrur tutmalıdır ki, onun oğlunun matəmində el-oba yığışıb, onun dərdinə el-oba şərik olub. Əliyar qardaşım, sənin Sumqayıtda çox dostların var. O dostların hamısının adına sənə deyirəm, rahat yat. Allah sənə rəhmət eləsin, ruhun şad olsun. Qubadlı cəmaatı, Sumqayıt cəmaatı sizinlədir. Sumqayıt cəmaatı əlindən nə kömək gəlir, hamısı Sumqayıtı Qubadlı eləyəcək. Məhrumla çiyin-çiyinə vuruşan batalyonun, 1-ci batalyonun komandir müavini İlham Məmmədovaya yoldaşa söz verirəm. Əziz qonaqlar, igid əsgərlər, bugün biz bura toplaşmışıq ki, bizim qəhrəman komandirimiz Əliyar Əliyevin xatirəsinə uzadılmış abidənin açılışını keçirdik. Əliyar haqqında bugün biz hər birimiz öz ürək sözlərimizi deyirik. Hiss edirəm ki, hamı bu sözləri deməkdə çətinlik çəkir. Çünki ehtiyatsız bir sözlə Əliyar əzəmətinə toxunmaq mümkündür. Əliyar kim idi bizim üçün? Əliyar bizim üçün qəhrəman idi. Əliyar bizim üçün çempion idi. Əliyar bizim üçün pəhlivan idi. Əliyar bizim üçün azadlıq bayrağını daşıyan öncül idi. Çox saymaq olar. Zaman keçər, söz ustaları xalq Əliyara dastan qoşar, mahnılar bəstələyər, şeirlər yazar. Abidənin açılışı münasibəti ilə Qubadlıya gələnlər arasında Səhər qəzetinin müxbiri Şamil Sabiroğlu, Əliyarın döyüş yoldaşları bir-bir mikrofona yaxınlaşıb çıxış edirlər. Əliyarın yaxın dostu Hacı Abdullayev, döyüşçülər Yılmar və Asif Haqverdiyevlər, Azərbaycan Xalq Cəbhəsi Qubadlı rayon şöbəsindən Nurali bəy, Qusar rayonundan Fəxrəddin Yarəliyev, Qubadlı rayon icra hakimiyyətinin başçısı Elxan bəy, Əliyarın qardaşı Ruzigar bəy və başqaları mərhum haqqında səmimi fikirlərini ifadə etdilər. Sən bir şimşək idin, çaxıb getmisən, çağlayan dağçayı axıb getmisən, dünya bir pəncərə baxıb getmisən, bir igiddin daşa dönüb qayıtdın. Ağır döyüşlərdə, çətin anlarda, sənsən ant yerimiz, güvənc yerimiz, Əliyar, ey basılmaz komandirimiz, bir igiddin daşa dönüb qayıtdın, gözümüzdə yaşa dönüb qayıtdın. Əliyar Əliyev Qubadlı rayonunun Qəzyan kəndindən anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Bir müddət
Saransk Dövlət Universitetində idman müəllim işləyib. Sonra doğma Qubatlıya qayıdıb. Milli idman növləri, klassik güləş və ağır atletika üzrə idman ustası idi. Torpaqlarımıza erməni vəhşiləri basqın etdiyi gündən silaha sarılıb vətənimizi igidliklə qoruyurdu. Adının qorxusundan düşmənlərimizin bağrı yarılırdı. Lakin namərd düşmənin gülləsi xalqımızın qeyrətli oğlu Əliyarı cismən bizdən ayırdı. Bu ölümə uzun müddət inana bilmədik. İnana bilmirdik ki, polad cüssəli, əyilməz Əliyar böyüklüyünü itirmək olar. Rahat uyu Əliyar. Ana torpaq uğrunda şəhid olanları